Dostlar salam. Bugün sizə Bilgətdə yerləşən bağ evinin qazanxanasını təqdim eləmək istəyirəm. Qeyd etmək istəyirəm ki, buradakı santexnika işlərini ümumiyyətlə biz görməmişik. Biz yalnız qazanxananı yığmışıq, onun da yarısını sökmüşük, bir qədəri yığılmışdı. Sökdük və öz bildiyimiz kimi yenidən elədik. Yerində qalan yalnız bu 3 dənə qazandı. Bunun içində biri kombidir, ikisi qazandı. Bunlar necə var idisə o şəkildə də saxlamış və əlavələrimizi eləmişik. Niyə görə 3 dənə qazan? Deməli, bu bir konturlu qazandır və adətən o qazan bu boylerlə dəstə satılır. Biz bunu bu qıraqda qoymuşuq ki, digər məsələlərimizi həll edə bilək. Deməli, bu qazandır, bir konturlu boileri qızdıra bilir. Bu adi, klasik bildiyimiz kombidir. Bunların fərqi ondadır ki, bu özü isti suyu verir, bu isə boileri qızdırır və isti su belə əldə olunur. Bu isə elektrikli Termona L23 qazanıdır. Yəni, bu konkret elektriklə işləyir. Yəni, müştəri bunu belə seçməkdə məqsəd odur ki, yəni, hər bir halda isti su və istilik olsun. Yəni, bu qazan xarab olarsa, adi kombi kimi gözləməklə isti suyu əldə edə biləcək. Qaz olmasa elektriki işə salacaq və deməli isti su əldə edəcək. Azər işıqda işıq olmasa, onda generatorla bunu yenə də işlədib isti su əldə edə biləcək. Burada ən maraqlı qurğulardan sizə fuqas klapını göstərə bilərəm. Fuqas klapının rolu nədən ibarətdir? Bu axınları dəyişir. Bir çıxış iki yerə bölünür. Deməli, biri boilerə gedir qızdırmaq üçün, biri də istilik sisteminə. Boilerdən sorğu gələndə ki, boilerdə su soyuyub, tam 3 tenini işə salır və boiler xəttini, yəni istilik sistemini bağlayır, boiler xəttinə başlayır yüksək temperaturu verməyə ki, bu boileri qızdırsın və yəni qısa zamanda qızdırsın ki, insanlar diskomfort hiss eləməsin. Yəni, bu qazanın daxilində bu qurğu olmadığına görə məcbur oluruq xarici 3 yollu klapan alaq. Xarici 3 yollu klapanlar da bizim ölkəmizdə yoxdur. Ona görə də bunu bir ay təxmini gözləmişik. Bu Viessmann bir konturlu qazandır. Adətən biz boilerlə dəstə görürsünüz ki, quraşdırırıq. Burada biz boileri biraz kənarda quraşdırmışıq ki, bizə belə daha rahatdır. Bu adi bir konturlu qazandır, boilerə qoşula bilən. Bu isə adi kombidir. Yəni, burada bax, soyuq su girir, isti su çıxır. Burada isə 2 geri dönüş, 2 gediş xətti var. Müştəri bunu ona görə eləyib ki, bu qazanın gücü çatmasa təxmini 300 kvadrata yaxın sahəsi var. Bu da 35-li idi, bu da 35-li idi. Gücü çatmasa bunları biz kaskad tipli də işlədə bilirik. Buna nəsə olsa kombidən istifadə edib isti suyu, yəni kombidən gec olmasına baxmayaraq isti suyu əldə edə biləcəyik. Bu isə bizim istilik sistemi hissəsidir. Burada deməli paslanmaz poladdan olan Çin istehsalı deməli hidravlik bölücüdür. Şaquli filtrimiz var. Sistem tamamilə isidilən döşəmədir. Burada bu evdə deməli yalnız bu yüksək temperaturlu konturumuz var. Bu da deməli havalandırmanı qızdırmaq üçündür. Yəni çöldən gələn soyuq havanı qızdırıb evə vermək üçün ki, evdə yəni soyuq olmasın. Yeganə yüksək temperaturlu konturdur. 2 ədəd ağıllı Afriso qarışdırıcımız var. Bu qarışdırıcı həm geri dönüşdə, həm qayıdışda, həm boiler xəttinə quraşdırıla bilər və burada belə bir tənzimləmə düymələri var. Bu tənzimləmələrlə minimal, maksimal və istədiyiniz temperaturu ayarlayıb komfortlu istilik əldə edə bilirsiniz. Bu Afrisonun özəlliyi ondadır ki, bax burada bunun deməli displeyi var. Burada müəyyən informasiyanı göstərir. Tənzimləmələri göstərir və faktiki temperaturu göstərir. Bu 3 yolunu belə çıxardıb döndərirsinizsə, bu da mobil telefonun ekranı kimi dönür və yəni insana rahat olan şəkildə göstərir. İstəyirsiniz belə, yəni hər tərəfə dönə bilir. Çox ağıllı qurğudur. Boeing-nin sağ qanadının qiyməti nədir təxminən? Həmişəki kimi biz Seaco-dan istifadə edirik. Deməli, bu 2 nasosun hər birinin üstündə təxmini 150-160 kvadrat yerdən isitmə var. Bu nasosların da deməli hər biri 25-in 6-yadır. 25-in 6-ya və təbii ki, bunlar inverter tiplidir.
7-8 rejimi var, gecə rejimi var və s. Bu 25-in 8-ədir. Bu havalandırma üçündür. Havalandırmanın esenjorları çox kiçik keçidlidir. Ona görə böyük nasos qoymuşam bura, amma düşünürəm ki, bunu da ən minimal surətdə işlətsək bizə kifayət edəcək. Sadəcə özümü sığortalayıb böyük qoymuşam. Və qeyd eləmək istəyirəm ki, nasosu düzgün seçmək lazımdır. Yəni o demək deyil ki, sizin nasosunuz güclüdürsə, yəni həddindən normadan artıq 2-3 dəfə böyük nasos qoymuşsa, sistemimiz düzgün işləyəcək. Əksinə, belə halda sistem ümumiyyətlə işləmir. Ona görə nasosların seçimini, yəni ya satış nöqtəsindən, ya mühəndislərdən, yəni xahiş eləyin, pulunu ödəyin, necə eləyirsə eləyin, onların tövsiyə eləyin axır. Öncədən belə bir deməli sxem tərtib eləyirəm ki, iş prosesində heç nə yaddan çıxmasın, həm material saymağa rahatdır, həm də montaj eləməyə də rahatdır ki, nə hara, ardıcıllıq necə olmalıdır. Sonra keçək bura. Bu bizim deməli 150 litrlik Viessmann boilerimizdir. Bu serpantinin girişləridir, resirkulyasiya və isti soyuq su giriş-çıxışı. Burada əlavə olaraq bizim deməli Ariston firmasının toplayıcı su qızdırıcımız var. 3-cü Dünya müharibəsi baş verərsə buradan da isti suyu əldə eləmək olar. Yəni bu qurğuların hamısı sıradan çıxarsa isti suyumuzu buradan əldə eləyə bilirik. Bu əvvəlcədən də var idi. Ona görə də bunu da adam alıb, pul verib, ona görə bunu da sistemə əlavə elədik. Sonra burada isti su üçün genləşmə çənimiz var və genləşmə çənin üzərində Afrisonun belə genləşmə çən bağlantısı aksesuarı var. Bu xüsusi vinsildir. İndi yenə burada bir şey deyəcəm. Çox adam yazacaq ki, bu nə cəfəngiyatdır. Genləşmə çənlərin üzərinə təhlükəsizlik təlimatına uyğun olaraq vinsil qoymaq olmaz. Bilməyən adam gəlib onu bağlaya bilər və ya montajçı bağlayıb yaddan çıxarda bilər. Onda su genişlənər və boiler partlaya bilər. Burada altı bucaq açarla bağlanan vinsil var. Yəni bu vinsili bağlamaq üçün siz əziyyət çəkməlisiniz və xüsusilə bunun üçün gəlməlisiniz. Yəni vinsil deyil, rahat bağladım, çıxdım, getdim. O təhlükəsizlik baxımındandır. Bunu bağlayandan sonra burada drenaj vinsili var. Açıb bunu boşalda bilərsiniz. Bilirsiniz də bu genləşmə çəni partlayanda 24 litrdir bu. Bunu buradan çıxardıb götürmək çox çətin olur, ağır olur. 24 litr ən azı su olur içində. Bunu bağladınız, buradan vinsili açdınız, suyu axıtdınız və boş şəkildə onu götürüb təmir elədiniz. Bu hissədə bizdə resirkulyasiya var və resirkulyasiyanın üstündə həmişə kimi də vacib olan məsələlər var. X-klapan, filtr qoyuruq buradakı bir dənə ərp olarsa nasosun və boilerin içinə getməsin və TMN termostatını qoşmuşuq. Yəni bu söhbət qızandan sonra borular isti su qayıdandan sonra termostat nasosu söndürür. Beləliklə ekonomiya olur. Bu soyuq su kollektorumuzdur. Bu da laton üçlüklərdən yığılıb. TMN laton üçlüklərini. Bunu deməli paslanmaz poladdan yığmaq daha rasand olardı, daha ucuz başa gələrdi, amma belə yerində daha çevikdir. Yəni yığmaq daha asandır. Bu üstündə manometr olan xətt istilik sisteminin deməli patpitka deyirlər də. Yəni buradan doldururuq istilik sistemini. Bu da isti suyumuzdur. Bu bizim boilerin deməli təhlükəsizlik qrupudur. X-klapanın təhlükəsizlik klapını. Həmin xəttin üzərində də genişlənmə çənimiz var. Burada isə deməli qazanxanaya daxil olan soyuq sudur. Burada nədənsə təxmini nə qədərdir? 6-7 dənə filtr qoymuşlar ard-arda. Biz onları çıxartdıq. Bir dənə bax belə yuyula bilən, təkrar istifadə oluna bilən torbalı filtri saxladıq. Bir dənə ipli, bir dənə də kömürlü filtr saxladıq. Burada da bu xortumun yerində gələcəkdə su yumuşaldıcısı olacaq. Yeri gəlmişkən qaş buradan damır. Bu qədər dostlar. Ümid edirəm ki, video xoşunuza gəldi. Kimə nəsə qaranlıq oldusa, rəylərdə suallarınızı verin, iradlarınızı bildirin. Hər zaman onları özüm şəxsən cavablandıracağam. Özünüzə yaxşı baxın. Yoxdur, qoy qalıb.